İbadəti mərhəmət, qazancı isə halallıqdır İslam'a. Bir insan qırılırsa əgər, ən çox sevdiyinə, güvəndiyinə qırılır. Və bir insan qırılınca nə olur, onu da deyim sənə. Yarım qalır, nakam qalır. İkiyə bölünmüş canın hər xanəsində yüzlərcə, minlərcə tikələrə bölünür. Hər nə qədər çalışsa da toparlaya bilmir özünü. Hər özü mənə dönüşündə mənə halallıq ver deyirsən. Halallığı məndən deyil. Halallığı məndən deyil, hayqıra-hayqıra bağıran sükunətlərimdən. Səssiz köylü toplumlarda tüstü kimi boğazıma dolan qəhərlərimdən. Aldığım hər nəfəsdə, saçımda bir tel ağardan miskillərimdən. Sevinclərimin kölgəsində kədərlə baxan tənhalığımdan. Gecələrin qoynunda həsrətin yanğısından köpürən hıçqırıqlarımdan. Ömrü qoca bir heçin içinə sığdıraraq sürüyə-sürüyə dartan qurumuş bədənimdən. Egonu bəsləmək üçün ovucularıma axıtdığın göz yaşlarımdan. İllərlə əsarətini aldığım ən saf duyğularımdan. Pəncəsində çırpınaraq qovrulduğum yaddaşın bal kimi zəhərindən. Məni sənin kimi bir divin çıxmaz quyusuna götürən, amansız könlümdən, qəlbimin bağçasında çiçəkləmək istəyən, lakin vaxtsız solub saralmış xəyallarımdan, yuxusuzluğun qaranlıq zindana bənzər həbsxanasında yerə çökmüş dizlərimdən, ayrılığın oduna alov-alov yanıb küllənmiş günlərimdən, hörmətsizliklərinə qarşı öfkələnmiş şəxsiyyətimin, ehtiyaclarımın önünə keçib məni daşlaşdıran qürurumdan, zaman-zaman tükətdiyim səbrimdən, aydınlığına bürünmək istədiyim idrakan zülmət kimi gecələrindən, qaranlığı itələdiyin aydınlıqlarımdan, bir heçmiş kimi dəyərsizləşdirdiyin hisslərimdən, biganəliyi və saysız hesabsız xəyanətlərinlə qırdığım qanatlarımdan, qırıq sökük canımla məni ilahiyə götürən yaralı ürəyimdən. Mən kiməm ki? Heç kim. Halallıq üçün qapısını döyəcəyin ünvanları yazdım sənə. Kimsəsizin evi ünvanı olmaz. Olmaz. Ünvansızlar tapılmaz. Tapılmazlıqdan halallıq istənməz. Bu qoca kainatda hər gün amansızca öldürülən o qədər canlıdan biri də mənəm demək. Onlardan halallıq istəyən varmı? Halalı, haramı bilməyən tək varlıqdır insanoğlu bu dünyada. Bugünə qədər kim nə götürdü bilmirəm. Amma
Benim insan adına götüreceğim en ağır yük budur insanlığımda. Bilip bilmeden, isteyerek veya istemeden ezerek öldürdüğüm bir cücü, bir karışka, bir haşerat. İsteyerek veya istemeden bütün gıdalarla bir geçineyi bulduğum her hansısa bir canlının doğranmış bedeni, bilerek veya bilmeyerek kırdığım bir gül, ezdiğim bir gül yarpağı, soyuk havalarda kaynar peçin içinde göğnertisinden çığıra çığıra yanan yaşagaclar ve o göğnertilerin adısıyla, çığlıkların hışıltısıyla istisine kızınan ben bugün özümden ne kadar utandığımı ifade edebilmirəm. Təbiət biz insan övladına verdiği her bir hayat için her gün, her an ne kadar büyük bedeller ödeyir. Adalet olmayan bir dünyadır insan dünyası. Benim bu dünyadan halallık isteyecek kadar bir hakkım var mı? Bilmirəm. Kaldı insan dünyasına